Ən uzun ömürlü Koreya maşınlarından danışacağım sizə. Mənim üçün həssas bir nöqtədir. Çünki Koreya maşınlarını çox sevirəm. Birinci növbədə buradakı əsas məqam təbii ki, bu maşınları hərəkətə gətirən aqreqatlardır. Bu motorlar isə əsasən 1,6 və 2 litrlik sadə MPI motorlardır ki, 4 pilləli klassik avtomatla işləyir. Bu cür ardıcıllıqda işləyən 4-5 model var ki, bunlar heç vaxt dağılmır. Birinci yerdə Hyundai Elantra'nın 2006-2011-ci illər aralığı istehsal etdiyi 1,6 litrlik motor və Elantra, sadə quruluş, sadə farsumka və stabil zəncir sistemi ilə bu maşını 400-500 min kilometr sürə bilərsən. İkinci yerdə 2009-2010-cu illər aralığı Kia Cerato var. Burada da sadə 1,6 litrlik motor var. Bayaqki Elantra ilə eyni platformada yığılırdı. Çox dözümlü, 4 pilləli korobka və elektron problemlərdən uzaq bir maşın. Keçirəm Hyundai Sonata'nın 2005-2010-cu illər aralığı 2 və 2,4 litrlik sadə motorlusuna. Beta və Theta 1 seriya atmosfer motor var onun üstündə. Ölməz bir şeydir. Korobkası da ömürlük, yəni əjdaha. Sırada Kia'nın dünyaya səs salan ən vacib modeli var. Bu əsasən 2010-2015-ci illər seriyası 2 motor Sportage'dir. 4 çəkən, turbosuz konstruksiya ilə bu maşını rahat 400 min kilometr bir dəfəyə sürmək olar. Hyundai Tucson ölməz model 2004-2009. Yəni bu maşınlar heç vaxt problemli olmayıb. 2 motorlusundan danışacağım. Köhnə məktəb mühərriki ilə heç kimin xətrinə dəyməzdi. Yəni konkret olaraq oğuldur da bu maşın, oğul. Yəni sözün həqiqi mənasında bir kişinin bir dənə oğlu olar, o da ki onunla bəxti gətirər də, yəni ömürlük. Amma bir şey də deyim ki, əlbəttə ki bu maşınlardan performans gözləməyin. Yəni güc, sürət, yəni aqressivlik gözləməyin. Çünki mən sizə sadə motorlardan danışırdım.